Uşağın psixoloqu deyir ki, oğlunuzun ata diqqətinə ehtiyacı var. Oğlunla niyə maraqlanmırsan? Get söhbət elə də uşaqla biraz. Valla sən niyə məktəbə gedimsən? Nə məktəb? Mən 5 ildir məktəbi qurtarmışam. Uşağı harasa apar, bir yerdə nəsə eləyin. Gəməklə futbol oynayaq. Xoşum gəlmir futboldan. Gedək kebab yeyək. Mən vegetarianam. Kinoya baxaq. İş görürəm, vaxtım yoxdur. Maraqlan gör uşaq neçə gündür niyə ağlayır? Baba, sən neçə gündür niyə ağlayırsan? Nə dərdin var sən? Yox, niyə ağlayım ki? Rus kompüterə baxanda gözlərim yaşarırdı. Uşaq bilməlidir ki, atası var. Valla nə dərdin olur olsun, bil ki atan ölməyib. Yo, ölüb. Ölüb nə də? İndi 2 dəqiqə vaxt ayırmamışıq, incimi sən də belə hörmətsiz olar. Atanı saymamaq olmaz ya, ata evin dirəyidir. Hayda, mənim atam doğrudan rəhmətə gedib. Mən bura Wi-Fi düzəltməyə gəlmişəm. Sizin oğlunuz odur. Valla sən niyə məktəbə gedimsən? Nəşə etdi beyni dumanlıq məni, mal elədi sanki oyanlıq məni, nahala saldın arkamanlıq məni.